150 Allah rəhmət etsin. Cəmi şəhidlərimiz Allah rəhmət etsin. Məqamları ucadan da olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Gördünüz mü? Şəhid Allah verdir Kənan Mərdanoğlu'nun anasıdır. Sıxqanda atasıdır. Allah qəmi-qəmi rəhmət eləsin. Rəhmət olmasa şəhidimiz barəsində danışarsınız. Şəhidimiz Kənan Mərdanoğlu 2020'de anadan olur. Və əskəri xidmətinə bir... Üzülsün, 2002'de anadan olur. 2002'de üzülsün. Yani burada birinci də bəli, ayrı məsələdir. Bu əskəri xidmətinə bir 3-cü ödül qalmış. Hər gün gəldi və şükürdən çıxıb gəldi. Anasına deyir ki, ana mən şəhid olacaq. İnanın Allaha bu, yani bu elə-belə söz deyil. Olmuş bir sözlərdir. Anası da mənə deyirdi, ağlayırdı ki, uşağın görünə danışır. Deyirdi uşaqdır da. Böyle bir şahidi. Deyir, var, bacı qardaşı var. Allah razı olsun. Amin yarabbim. Və öz arzusuna da çatdı. Deməli, müharibə başlamağa bir həftə qalmış, qardaşı getmişdi yanına dostlarıyla. Orada da dostlarına deyib ki, mən şəhid olacağım. Arzusuna da çatdı. Və döyüşçü yoldaşları, əskər yoldaşları da çıxışlar ediblər ki, Kənan qardaşımız arzuluydu, öz arzusuna da çatdı. Onlar da vaxtda danışır. Kənan evin son beşiydi, ailə canlı bir evlad idi, ataya, anaya, bacı, qardaşa bağlı bir evlad idi, çox diqqətçil idi. İnan ki, anasının, bacısının, mənim birimizin ad günü yadından çıxartmaz. Hər gün ad gününə, axşam əlində o yüngül bir hədiyyə dəndə olsa gəlib bizi təbrik edərdi. Hansımızın ad günü olur olsun. Bilməzdin, gedərdi, işləyərdi, bu pul qazanıb bir hədiyyə də olsa alıb gətirərdi. Çox diqqətçil olubdu ailəyə qarşı. Allah ruhlarını şad eləsin, məqamları uca olsun. Özü də idmanla da məşğul olubdu. Maliyyətləri var idi, medalları var idi. Birincilik, üçüncü, ikincilik var. Allah məqamlarını deyəcək. Nə deyim, o qədər danışılar, sözlər danışmaqdan bitiriz. Allah cəmi şəhidlərimizin ruhlarını şad etsin, məqamları uca olsun. Həqiqətən də bu vətən müharibəsində hər kəsin əməyi oldu, böyükdən kiçiyə kimi. Qazilərimizin də, müharibə iştirakçılarımızın da hamısının böyük əməkləri. Allah vətənimizi qorusun, ordumuzu qorusun, əskər balalarımızı qorusun. İndi də soğuzda, səngərdə düşmən özümüzə deyən əskərlərimiz var. Allah onları da salamat eləsin, gözlükdən ata-analarına götürsünlər inşallah. Sağ olun, bu çəkilişi qeyd etmişik, sağ olun.